Salam, bu videoda güvən sınağı üçün yazıram. Gəlin keçək suallarımıza. Sual 31. Yaz gecə gündüz bərabərliyi günü, payız gecə gündüz bərabərliyi günündən hansı əlamətinə görə fərqlənir? Şimal və cənub yarımkürələr bərabər işıqlanır. Bu bunların ortaq xüsusiyyətidir. Sonra bu tarixdən etibarən 22 günə qədər şimal yarımkürəsində gündüzün uzunluğu gecənin uzunluğundan daha çox olmağa başlayır. Deməli, yaz gecə gündüz bərabərliyi günündən 22 iyuna qədər şimal yarımkürəsi gündüzün uzunluğu artır, gecənin uzunluğu isə nə olur? Qısalır. Buna görə də gündüzün uzunluğu gecənin uzunluğundan daha çox olmağa başlayacaq. B variantımız deməli doğrudur. Bakı şəhərində günəş şüaları günorta vaxtı 50 dərəcə buzaq altına düşür. Deməli, həm yaz fəslinə, həm də payız fəslinə aiddir. Günorta vaxtı 45 dərəcə şimal enində şüa quyu basdırılmış cismin kölgəsi cismin öz uzunluğuna bərabər olur. Deməli, hər ikisinə aiddir. Bu da Günəş ekvator üzərində zənitdə olur. Burada da hər ikisinə aiddir. 31-də cavabımız oldu B variantı. Gəlin ki, sual 32-yə. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn yaylaları müəyyən edin. Baxın, birdə Meksikanı veribdir. Meksikanı veribsə, digər variantları biz nə edirik? Çıxırıq. 2 variantımız da var. Sonra 2-də Dekandır. Dekan isə D variantında çıxırıq. 3-də Efiopiyadır. 4-də də Kars platosudur. Bu da Sloveniyanın ərazisində yerləşir. Deməli, 32-də cavabımız oldu A bəndi. Keçək sual 33-ə. Böyük Qafqaz dağlarında yerləşən mineral bulaqları müəyyən edin. Baxırıq, buradan Turşsu, Kiçik Qafqazdadır. Turşsu, Şırlan, Şuşa ərazisində yerləşir. Mən A bəndinə çıxdım buradan. Sonra Bədo İsmayıldadır, Bum Qəblərdədir, Xalxal Oğuzda, Çuxurgül Şamaxı ərazisindədir. B variantı doğrudur. Şırlan deməli bildik ki, Şuşa ərazisindədir. Ona görə C-ni çıxırıq. Sonra Qalaltı bilirəm ki, buradan Şabrandadır. Minkənd burada Laçında olduğu üçün D-ni də çıxırıq. Şıx Suraxanı yerləşir Abşeronda. Buna görə Şıxa görə demək bir də Donuzlütən də cənub rayonlarımızda olduğu üçün Y bəndində çıxdı. 33-də deməli cavabımız nə oldu? B variantı doğrudur. Sual 34. Eylervin diaqramına əsasən uyğunluğu müəyyən edin. Yaşma düzü Lənkəran ovalığı. Kür dağarası çökəkliyi tektonik çökmə zonasında yerləşir. Lənkəran ovalığına aid olacaq. Biri gətirdim, yazdım bura. Xəzər sahili mövqeyə malikdir. Tən ortaya yazdım. Palçıq vulkanları yayılmışdır. Yaşma düzündə olacaq. Əsasən Təbaşir və Neogen dövrlərinin çöküntüləri yayılmışdır. Yaşma düzünə aiddir. 1-ə aiddir 3, 4, 2-yə 1, 3-ə də 2 aiddir. C variantı doğrudur. Keçək sual 35-ə. Uyğunluğu müəyyən edin. 10 dərəcə şimal enliyi, 5 dərəcə qərb uzunluğu, 40 dərəcə şimal enliyi, 110 dərəcə qərb uzunluğu, 70 dərəcə cənub enliyi, 105 dərəcə şərq uzunluğu. İl ərzində gecə və gündüzün uzunluğu arasında vaxt fərqi daha çox olur. Bu bilirik ki, qütbə yaxın ərazilərdədir. 3-ə gətirib yazırıq A-nı. Yeni Susqanı daha gec qarşılayır. Deməli, bu ərazi qərbdə yerləşməlidir. 2-yə B-ni yazaq. Afrika materikində yerləşirsə, deməli, mən gətirib yazacağım 1-ə C-ni. Həm 10 dərəcə şimal enliyində, həm də 5 dərəcə qərb uzunluğundadır. Variantlarıma baxıram. Sonra nə qalır? Günəş ildə 2 dəfə zenitdə olur. D-ni də gətirib yazıram bura. Çünki 10 dərəcə şimal enliyində bilirəm ki, günəş ildə 2 dəfə zenitdə olacaq. 1-ə C-D, baxın burada var. 2-yə B, 3-ə də A. Deməli, bizim Y bəndimiz burada doğru oldu. Sual 36. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Silsilələr, Murov dağ əlamətləri. Ən ucuz zirvəsi Camışdağdır. Bu doğrudur. Buzaq relief formalarına rast gəlinir. Bu da doğrudur. Deməli, biz biri götürürük. Peştəsər. Mütləq hündürlüyü 2500 metrdən azdır. Doğrudur. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Bu da doğrudur. Sonra Qarabağ ölkə sərhədində yerləşir. Bu səhv fikirdə ən ucuz zirvəsi Dəli dağdır. Bu da buna aid deyil. Sonra yan silsilə. Paleozoj yaşıl suxurlar səthə çıxmışdır. Deməli, yan silsiləyə aid deyil. Mərmər yataqları mövcuddur. Bu isə aiddir. Deməli, biz buradan 3-dən 4-ü götürməyək. Bozdağ, Kür dağarası çökəkliyi tektonik zonasında yerləşir. Bu aiddir. Aid denominasiyon relief formaları səciyyəvidir. Aiddir. Sonra nə var? 6-da Baş Qafqaz, qədim
Nə? Qədim stravulkanların qalıqları geniş sahədə yayılmışdır. Aiddir. Filiz faydalı qazıntılara e, rast gəlinmir. Qədim stratovulkanların qalıqları geniş sahədə yayılmışdır. Vulkan qalıqlarına rast gəlinmir. Filiz faydalı qazıntılara rast gəlinmirdir, amma gəlinir. Altını da çıxırıq. 1, 2, 5. 1, 2, 5 baxırıq burada B variantında var. Keçək növbəti suala. Sual 37. Naska və Sakit Okean litosfer havaların bir-birinə ayrılması səbəb olmuşdur. Kordilyer dağlarının yaranmasına bu aiddir. Zond və alyaq novlarının yaranmasına. Bunlar həmin litosfer tavanına uzaqda yerləşir. Pasxa adasının yaranması doğrudur. Aralarında konvergent sərhədin formalaşmasına xeyr ola bilməz, çünki divergent sərhəd olacaq. Rift zonasının yaranması 3 və 5 doğru variantımızdır. Sual 38. Günəş 15 dərəcə şimal enində zenitdədir. Buna əsasən tropik işıqlanma qurşağında yerləşən hansı coğrafi enlikdə günorta vaxtı şarqı bastırılmış dirəyin kölgəsi şimala düşər? 15 dərəcədən şimalda olan məntəqələrə baxsaq, baxın 20, 30, 40-dır. Sonra nə deyir? Tropik işıqlanma qurşağında yerləşən hansı coğrafi enlikdə deyirsə, bu 23,5-dən aşağı olan rəqəmdir də. Yəni 23,5-dən yuxarı olan rəqəmi götürə bilmərik. 30 dərəcə şimal enliyini, 40 dərəcə şimal enliyini çıxdı. Qaldı hansı variantımız? B variantı 20 dərəcə şimal enliyi. Keçək sual 39-a. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün ərazilərdə filiz faydalı qazıntılar geniş yayılıb. Bu səhv fikirdir. Səhv fikrin qarşısına yanlış yazıbdır. A bəndini götürür. Orta Araz əyilməsi tektonik zonasında yalnız tikinti məşəli faydalı qazıntılar yayılmışdır. Yanlış fikirdir, ancaq doğru yazıblar, götürmürük. Ölkəmizdə bütün tektonik zonalarında palçıq vulkanları yayılmışdır. Bu yanlış fikrə doğru yazıblar, bunu da götürməyək. Tektonik qırılmalar ərazilərin yaxınlaşması nəticəsində, elə baxın, qırışıqlar isə kənarlaşması nəticəsində yaranır. Deməli, qırılma uzaqlaşma nəticəsində olmalı idi. Yanlış fikrə doğru yazıblar, yəni bunu da götürməyək. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesləri aktiv şəkildə özünü göstərir. Doğruya yanlış yazıblar, bunu da götürmürük. Deməli, burada cavabımız oldu A bəndi. Keçək indi sual 40-a. Sual 40-ı oxuyaq. Biraz ekranda balacalaşdırım. Qərbi Sibir düzənliyi hansı xüsusiyyətinə görə Turan ovalı ilə oxşar deyil? Platformada yerləşir, doğrudur. Neft qaz ehtiyatları ilə zəngindir. Avrasiya materikində yerləşir, akkumulyativ düzənlikdir. İki işıqlanma qurşağında yerləşir. Bu Qərbi Sibir düzənliyinə aiddir. Deməli, burada oldu cavabımız Y bəndi. Keçək sual 41-ə. Cənubi Amerika və Afrika materikləri üçün ümumi əlamətləri müəyyən edin. Ucqar şimal nöqtəsi şimal yarımkürəsindədir. Bu hər ikisinə aiddir. Qərb hissəsində fəal seysmiklik və vulkanizm müşahidə olunur. Bu Cənubi Amerikaya fikirdir. Geoloji keçmişdə qədim Qodvana qurusuna aid olmuşdur. Hər ikisinə aiddir. Mezozoik qırışıqlığına aid olan ərazilər mövcud deyil. Bu da hər ikisinə aiddir. Hər iki tropik xətti ilə kəsişir. Bu Afrika materikinə aiddir. Sahilləri Atlantik və Hind okeanlarının suları ilə yuyulur. Bu da Afrika materikinə aiddir. Biz burada 1, 3, 4-ü götürəcəyik. Deməli, B variantı doğrudur. Keçək indi sual 42-yə. Xəritə sxeməyə əsasən vulkanogen effuziv çökmə süxuruna yayıldığı əraziləri müəyyən edin. Kiçik Qafqaz tektonik qalxmasında yerləşən əraziləri tapsaq, baxın 3-ü götürərsiniz, 4-ü götürərsiniz, bir də 5-i. 3, 4, 5. Baxın burada C variantında yerlə. C bəndi doğru variantdır. Sual 43. Günəş 10 dərəcə şimal enliyində zenitdə olanda hansı coğrafi enlikdə qütb gündüzü deyil? Biz 90-dan 10 dərəcə çıxanda 80 qalır da. Deməli 80 ilə 90 dərəcə arasında qütb gündüzü olacaq. Amma 80 dərəcədən aşağı baxırsa hansıdır? 75 dərəcədir. Deməli bu 75 dərəcə şimal enliyində qütb gündüzü deyil. 43-də cavabımız oldu Y bəndi. Keçək sual 44-ə. Sual 44-də görək nə istəyir bizdən? Yazıb ki, doğru sıraları müəyyən edin. Xromik göylər doğrudur. Qızıl qoşa doğru veribdir. Baxın, burada polimetal veribdir. Polimetalı Qaradağ yazıbdır. Ona görə də bu olmaz. Polimetalı Qaradağ olmaz.
Biz biri doğru tapmışdıq, 2-ni doğru tapmışıq. Sonra kükürt veribdi. Baxın, misin işarəsilə kükürt olmaz. Burada Qaradağa görə çıxdıq. 4 gedir. Cipsin işarəsi Ağzəkənd doğrudur. Sonra molibden veribdi. Travertin yazıbdı. Olmaz. Amma burada şahdağı ilə travertini bir götürə bilərdik. 1, 2, 5. Baxırıq 1, 2, 5 hansı variantdadır? A bəndində var. Keçək növbəti suala. Sual 45. Sual 45-i oxuyaq. Xəritə sxemə əsasən K məntəqəsindən başlayan istiqamətlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını müəyyən edin. Birincidə verib ki, Baş Qafqazdan Qanağayırça çökərliyi. Baxın, A bəndi doğrudur. Sonra 3-ə veribdir Cənub-Şərqi Şirvan düzü tarix silsiləsi. Elə burada Cənub-Şərqi Şirvan düzünə görə çıxırsınız. Sağ tərəfdə yerləşdiyi üçün. Bir olmaz. Sonra 2 yenə veribdir. 2-də Şirvan düzü verib. Sonra Qarabağ düzü. Biz bunları götürə bilərik. Deməli, mən C-ni də götürürəm. Baxın, buraya yazıram. A, C. 3-ə oxuyaq. Muğan düzü ilə Brovar silsiləsi. Muğan düzündən keçir. Brovar silsiləsi də olacaq. Deməli, D-ni də biz götürəcəyik. D-ni də yazıram bura. Sonra Qusar maili düzənliyi, Yaşma düzü. Yaşma düzü bu hissədə olduğu üçün Y bəndi olmaz. Nə qaldı burada? Qarabağ düzü ilə 2-yə veribdir özü Qarabağ düzünü. Sonra Şahdağ silsiləsi. Şahdağ silsiləsi də burada olduğu üçün F də olmaz. A, C, D qaldı. Deməli, burada A bəndi doğru oldu. Keçək sual 46-ya. Kür çayı hansı relyef vahidləri arasında sərhəd rolunu oynayır? Şirvan və Mil düzləri. Biz burada Şirvan və Mil düzlərini deməli götürməliyik. Çünki Şirvan düzü sol tərəfində, Mil düzü də sağ tərəfində yerləşir. Mən burada 1-i götürürəm. Sonra 2-ni oxuyaq. Muğan və Cənub-Şərqi Şirvan düzləri. Muğan sol tərəfindədir, Cənub-Şərqi Şirvan da sağ tərəfində yerləşir. 2-ni də götürürəm buradan. Mil və Muğan düzləri sərhəd təşkil etmir. Salyan və Mil düzlərinə baxırsınız. Bir-birindən aralı yerləşir. Sonra 5-də Hərəmi və Qarabağ düzləri Kür çayından kənardadır. Sonra Gəncə, Qazax düzü və Ceyrançöl. Gəncə, Qazax düzü sağ tərəfində yerləşir, Ceyrançöl isə sol tərəfində yerləşir. Deməli, biz burada 6-nı da götürdük. 1, 2, 6. 46 cavabımız oldu D variantı. Keçək indi sual 47-yə. Eol mənşəli relyef formaları. Bilirik ki, bunlar eol sözünün mənası, yəni küləyin vasitəsilə yaranma deməkdir. Düyünlərlə barxanlarda, səhralarda yaranır. 4 ilə 5-dir. Karlar, sirklər, trok dərələrdə bunlar buzların fəaliyyəti nəticəsində yaranır. Deməli, 4-dən 5 hansı variantdadır? D variantındadırsa, D variantını nişanlayırıq. Keçirik sual 48-ə. Ekranı biraz balacalaşdırım. Yerləşdi sual. Sual 48. 210 dərəcə azimutla 4 kilometr hərəkət edən səyyah əvvəlki məntəqəyə ən qısa yolla hansı azimutla geri qayıtmalıdır? 210-dan çıxırıq 180-i, qalır neçə? 30 dərəcə. Deməli, burada cavabımız C variantı. Keçək 49-cu suala. Uyğunluğu müəyyən edin. Salavat aşırımı Baş Qafqazdadır, 1-ə 1. Biçənək aşırımı bilir ki, Zəngəzur silsiləsindədir, 2-yə D. Sonra Ömər aşırımda Murovdağ silsiləsindədir, 3-ə də A. Baxırıq, 1-ə B, 2-yə D, 3-ə A. D variantı deməli burada doğrudur. Keçirik indi sual neçəyə? Sual 50-yə. Sual 50-ni oxuyaq. Xəritələrdə çayların axın istiqaməti hansı təsvir üsulu ilə göstərilir? Bu sualın cavabı hərəkət xəttləri üsuludur. C variantını qeyd edirik. Keçək indi sual 51-ə. Topoqrafik plan hansı miqyaslarda tərtib olunur? Bu sualın cavabını əzbərə bilməlisiniz. 1 bölünsün 2000 və daha böyük miqyaslarda. Y bəndini qeyd edirik. Keçək sual 52-yə. Doğru olmayan sıraları müəyyən edin.
Vulkanlar veribdir. Dəmavət Avrasiyadadır. Doğrudur. Bunun üstəcə Pinatubo vulkanı bilir ki, Filippindədir, amma yazıb Cənubi Amerikada. 2-ni götürürük. Reyner Şimali Amerikada doğru verib. Kamerun Afrikada doğru verib. Şasta Şimali Amerikada yanlış veribdir. Heklanı verib Şimali Amerikaya. Bu da yanlışdır. 2, 5, 6-ya baxırsınız. Bu da C bəndidir. Keçək indi sual 53-ə. Sual 53 oxuyun. Doğru olmayan sıraları müəyyən edin. Qviana denudasyon düzənlikdir, qədim platformadır. Hündürlüyü 500 metrdən çoxdur. Bu doğrudursa, keçək 2-yə. Qərbi Sibir alüvyal düzənlikdir, cavan platformadır. Hündürlüyü 500 metrdən çoxdur. Bilirsiniz ki, Qərbi Sibir özü ovalıqdırsa, ovalıqların da hündürlüyü 200 metrə qədər idi. Yəni 500 metr ola bilməz. Ona görə 2 burada səhvdir. Sonra Orta Sibir akkumulyativ düzənlikdir yazıb. Amma akkumulyativ düzənlik ola bilməz axı. Çünki yayladır. Denudasyon düzənlikdir. Ona görə 3-ü də götürürük. Sonra La Plata denudasyon düzənlikdə yazıbdır. Ancaq akkumulyativ düzənlik olmalıdır. Çünki ovalıqdır. Biz 4-ü də götürürük buradan. Anadoluya baxırsaq, denudasyon düzənlikdir, geosignaldadır. Hündürlüyü də 500 metrdən çoxdur. Çünki yayladır. Deməli, bizdə 53-də cavabımız nə oldu? 2, 3, 4. Ekranın deməli bu tərəfinə yazım. 2, 3, 4. Yəni görünür. Keçək indi sual 54-ə. Xəritə sxemində şişirilmiş ərazi üçün doğru fikirləri müəyyən edin. Baxaq görək nə var burada. Akkumulyativ düzənlikdir. Olmaz. Platformanın qalxan sahəsidir. 2-ni götürə bilərik. Denudasyon düzənlikdir. 3-də götürək. Seismik proseslər aktivdir. Olmaz. 2 ilə 3-ü götürmüşük. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Səhvdir. Günəşin zeytdə olma prosesi baş verir. Biz burada nəyə götürəcəyik? 2, 3, 6. Keçək indi sual 55-ə. Doğru ifadələri müəyyən edin. Müqəddəs Yelena və Kuril adaları litosfer havaların divergent sərhədində yerləşir. Burada yalnız Müqəddəs Yelena yerləşəcək. Sonra Kalaharidə qum düyünləri geniş yayılmışdır. 2 doğrudur. Pireney dağlarını Qrinviç meridianı kəsdiyi üçün bu dağlar 3 yarımkürədə yerləşir. 3-ü də götürək. Kopedaq Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Doğrudur. Alp-Qarpat dağlar qırışıq fayda dağlar hesab edilir. Yox, qırışıq dağlar idi. Bunu da qarşısına çıxıq qoyaq. Afrikanın ən uzun zirvəsi onun yeganə cavan dağ sistemi olan Atlasda yerləşir. Bu da səhv fikirdir. Deməli, 55-də cavabımız olacaq 2, 3, bir də ki 4. Keçək neçənci suala? 56-cı suala. Yazıb kəsmə yüksəkliyi 450 metr olduğunu bilərək A nöqtəsi ilə zirvə nöqtəsi arasında hündürlük fərqini hesablayın. 5285-dirsə bura. Ondan ən kiçik 450-yə bölünən rəqəmi tapmalıyıq. Biz əgər bilirik ki, 10 dəfə olsaydı 4500 olacaqdı. Biz neyiniyək? 450-ni vurursunuz 11-ə. Bunu mən bir kənarda da vura bilərəm. Görün neçə eləyir hələ. 450 vurulsun 11. 4950 eləyir. Baxın, buraya yazıram ki, 4950. Sonra biz burada nə hesablayırıq? Deməli, baxın, bu daxili horizontal 4950-dirsə, ortada 3 dənə boşluğa fikir versəz, baxın, qaraladım. 1, 2, 3. 450-ni bir kənarda vurursunuz neçəyə? İndi 3-ə. Bu 0 eləsə 5, 1 yadda, 3 vur 4, 12, 1350. 1350 metr fərq var. İndi biz buradan 1350-ni çıxsaq neçə qalır? Baxın, burada 3600 qaldı. Deməli, A nöqtəsi də 3600-dürsə, sonra nədir? A nöqtəsi ilə zirvə arasındakı hündürlük fərqini hesablayın. 5285 çıxılsın 3600. Deməli, burada nə qalacaq? 12-dən 6, 4-dən də 3 çıxanda 1685 metr. Cavabımız oldu nə? 1685 metr. Gəlin keçək növbəti suala. Sual 57-yə.
Uyğunluğu müəyyən edin. Dağlar veribdir. Qafqaz, Kunlun, Appalaç. Baxın, burada Qafqaz dağları Alpa aiddir. 1A gələcək. Kunlun dağları Kimmeriyaya aiddir. 2-yə D-dir. Appalaç dağları həm Kaledon, həm də Ersinə aiddir. C və Y. Keçək sual 58-ə. 58-ci sual oxumamışdan qabaq nə etməliyik? Mətni oxumalıyıq. A materikinin sahil xəttləri litosfer tavasının sərhəddi ilə üst-üstə düşmür. Ona görə də seysmik cəhətdən sabitdir və burada fəaliyyətdə olan vulkan yoxdur. Burada cavan dağlar yoxdur. Lakin şərq sahilləri boyunca çox da yüksək olmayan qədim dağlar uzanır. Materikin sahillərini iki okeanın suları yuyur. Onun ucqar-qərb nöqtəsi 113 dərəcə şərq uzunluğunda, şərq nöqtəsi isə 154 dərəcə şərq uzunluğuna yerləşir. A materikini və onun sahillərini yuyan iki okeanın adını yazın. Baxın, Avstraliyada yazırıq bura Avstraliya. Avstraliya. Sonra nədir? İki okean. Biri Hind okeanı, biri də ki Sakit okean. Bura yazaq Hind. Burada yazıram Sakit okean. Sonra nə istəyir? Keçək aşağı hissəyə. Sual 59-da A materikinin ucqar qərb və şərq nöqtələrinin adını və onlar arasındakı yerli vaxt fərqini yazın. Qərb nöqtəsinin adı Steep Point-dir. Steep Point. Sonra nə qaldı burada? Yəni Steep Point-dir. Ucqar şərq nöqtəsi Byrondur. Bunu da yazaq burada. Yerli vaxt fərqi. Gəlin bunu da hesablayaq. Burada nə verib? 113, 154. Aralarındakı fərqə baxırsınız 41. Yəni 113-ün üstünə biz 41 gəlsək, gəlin 154-dən çıxaq bunu. 113. Nə qədər eləyir? 1, 41. 41 dərəcə. Biz bilirik ki, 1 dərəcənin 4 dəqiqədirsə, 41-i 4-ə 164 eləyir də, 164 dəqiqə. Bu da eləyəcək nə? 2 saat 44 dəqiqə. Sonra keçək sual 60-a. A materikində yerləşən qədim dağların və materikin ən uca zirvəsinin adını yazın. Ən azı 2 dağ olsun. Biri olacaq Böyük su ayrıcı. Buradan yazın. Davamını buradan yazıram. Bir də Hammersli. Bir də hansıydı? McDonald. McDonald. Sonra var materikin ən uca zirvəsi. Kostyuşka idi. Onu da buraya yazın. Kostyuşka. Deməli, sual 60-ı da yazdıq. Bugünkü videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.